Və dünya görüşündə insan nəyə əsaslanır? Yəni bunlara baxarkən bəzən insan hər şeyi maddiləşdirir. Deyir, hər şey materiyadan asılıdır, maddədən asılıdır. Nə görürüksə, nə laboratoriya altında bizə özünü göstərirsə, təhlil edilirsə mikroskop altında, budur cahan. Bundan başqa bir şey yoxdur. Ona inanmırıq, inanmaq da istəmirik. Buna deyirlər materializm, buna deyirlər maddəçi təfəkkürü, maddi təfəkkür, dünya görüşü. Və bəzən insan deyir, xeyr, mən dünya görüşüm elədir ki, mən düşünürəm, hər bir şeyi təfəkkürümdən, düşüncə süzgəcimdən keçirirəm. Təfəkkür nə deyir? Təfəkkür nə cavab verir? Və buna da deyirlər fəlsəfi dünya görüşü. İnsan dünyaya baxır və o dünyaya baxdığından, yəni cahan, insan və qəbristan haqqında olan suallara düşüncə ilə cavab axtarır. Birincisi, maddə ilə, eksperiment ilə cavab axtarırdı, təcrübələrə əsaslanırdı. İkinci, insan təfəkkürünə əsaslanır. Və üçüncü, deyir ki, mən öz qəlbimə, ruhuma, duyğularıma əsaslanıram. Yəni, cahan, insan və qəbristan haqqında dünyanı görmək, dünya görüşü haqqında mən mənəvi dünya görüşünü qəbul edirəm. Bunu izah edərkən maddi, fəlsəfi, mənəvi, irfani də deyirlər, müxtəlif adları var bunların. Bunu izah edərkən bəzən belə qeyd olunur ki, bunlar üçü də ayrı-ayrı dünya görüşlərdir. Ola da bilər. Yəni bir qrup deyir ki, biz maddəçiyik, bir qrup deyir ki, biz düşüncə və fəlsəfəçiyik, bir qrupda deyir biz yalnız mənəviyyatçıyıq, irfan və təsəvvüflə hər şeyə baxırıq və həyatının mənasını bunda görürük. Bəziləri maddədə görürlər, bəziləri də təfəkkürdə. Mövlananın oxuduğumuz qəzəlində çox gözəl şəkildə bu dünya görüşünün, dünyaya baxışın növləri gündəmə gətirilir və maraqlısı budur ki, bunlar uzlaşdırılır. Yəni mən elə başa düşürəm ki, yəni başqa kitablardan və öz qənaətimdən də belə düşünürdüm, amma Mövlananın qəzəlində də bunu gördüm. Ki bu elə deyil ki, biz maddəyə yapışaq və yaxud yalnız fəlsəfə düşüncəyə, yalnız mənəviyyata. Bu üç dünya görüşü növü, dünyaya baxış növü, baxış tərzi əslində insan üçün belə olmalıdır ki, üç mərhələ olmalıdır. Əslində belədir. Yalnız insanlar ola bilsin, biri birinci mərhələdə ilişib qalır, biri ikinci mərhələdə, biri üçüncü mərhələdə. İnsan həyata, dünyaya gəldikdə, körpə olduqda maddiyyatla tanış olmağa başlayır. Əşyaların xassələri ilə, rəngləri ilə, istisi, soyuğu ilə tanış olur və insan təbii ki, maddi dünya görüşünə malik olur. Deyək ki, insan yaşlandıqca, insan təcrübə topladıqca, insanın ağlı genişləndikcə, həyat insanı çətinliklərlə ağıllandırdıqca, insan artıq düşünür, təfəkkür sahibi olur, öz həyatının filosofu olur, öz yolunun bir cavabını tapır. Və insan bir ömür yaşadığı təcrübələri görür ki, maddiyyat elədir, təfəkkür elədir, gəlir çıxır mənəviyyatın yüksəkliyinə, mistik duyğular hiss etməyə, təsəvvüfə üz gətirir, ruhani, mənəvi ahənglərə qulaq asır, səmazənlərə maraq göstərir. Mövlananın qəzəllərinin elə ahəngləri var ki, ondan sonra səmazənlik sənəti yaranıb və o xüsusi geydiyi libaslarla və hərəkətlərlə dövrə vururlar. İrfan yaranıb və irfanın böyük nümayəndələri, ariflər, şəxsiyyətlər dünyaya öz töhfələrini veriblər, düşüncələrini. Onların hamısının həyatına baxdıqda görürük ki, onlar heç vaxt elə olmayıblar ki, yalnız hər şey mənasını bir təfəkkürdə, məhdud təfəkkürdə görsünlər. Onlar da bunu mərhələ olaraq biliblər. Mövlana qəzəlində, oxuduğumuz qəzəlin davamında Mövlana deyir ki, axar çayda libasım yük, həm toyum yük, həm yasım yük. Köksümdəki həvəsim yük, ziyandır bu, xeyir verməz mənə. Mülk-i aləm tüm səbəblər, olub mənalı bu qəlblər. Ay üzlü yarımla bir səslər, yoxsa məna verməz mənə. Varlıq sənin,
peşələr sənin, elmlər, əndişələr sənin, şirlər sənin, meşələr sənin, tatar ceyranı az gəlməz mənə. Mövlana deyir ki, bu maddi həyat onun içində yaşamağa məcburuq. Necə ki bizim bədənimizdə libasımız var, paltarımız var, bir də bədən var. Bədən əsasdır, paltar qoruyucudur. Paltarı bədənə görə geyinirsən. İnsanın da bir maddi dünyası var, bir maddəsi var, maliyyə və maddiyyə məsələləri var. Onları əldə etmək lazımdır. Amma bunu bilmək lazımdır ki, onlar əsas deyil. Əsas bizim mənəviyyatımızdır. Əsas mənəviyyatımızı, ruhumuzu pak saxlamaqdır. Əsas yüksək hədəflərə yönəlməyimizdir və gözəl bir batini aləm ilə Yaradanımıza qovuşmaqdır. Yaradanımıza, Allaha doğru olan bu həyatı biz təcrübə etməliyik. Yəni bunun üçün yaranmışıq. Mövlana deyir ki, axar çayda libasım yük. Yəni bu dünya, zaman axır gedir və insan da zamanın içində axır gedir. Stephen Hawking deyir ki, hər şey zamandan ibarətdir. Time əsəri var. Deyir ki, səhv etmirəmsə, time mövzusunda, zaman mövzusunda onun ən böyük bütün təcrübələrinin toplanmış olduğu, zəhmətlərinin toplanmış olduğu əsərdir bu. Və belə qənaətləri var ki, orada gördüyümüz heç bir şey tam olaraq həqiqət deyil. Onlar zamandan ibarətdir. Əgər biz gördüklərimizi sürətlə görsəydik, işıq sürəti ilə görsəydik, heç bir şey görməzdik biz. Heç bir şey deyilsə, deməli bir zaman var. O da onun qənaətidir təbii ki. Mövlana deyir ki, axar çaydayıq bizim hamımız. Axar zamanın cəryanının içindəyik. Bizi də qatıb qabağına aparacaq. Libasım yük. Yəni bu axar çayın içində dünyalarımızdır, ev, eşik, ailə, maddiyyat. Və həm toyum yük, həm yasım yük. Köksümdəki həvəsim yük. Həvəslər, istəklər, onlar yükdür. Yəni yük o mənada ki, bunları biz birinci yerə qoysaq, onlara hədəflənmək olmaz. Onlar bizim əsas hədəfimiz deyil. Əsas hədəf olsa əgər, yük olacaq bizə. Ziyandır bu, xeyir verməz mənə. Yəni əsas hədəfi tapmalıyıq. Əsas bizdə olan o ruh cövhərini tanımalıyıq, mənəviyyatımızı, əxlaqımızı paklaşdırmalıyıq. Ədəb, əxlaqlı bir salih bəndə olaraq bu dünyada yaşayıb insanlara fayda verməliyik. Deyir ki, mülk-i aləm, tüm səbəblər, dünya, aləm, bütün səbəblər, olub mənalı bu qəlblər. Yəni, məna tapır özü üçün. Varlıq, aləm, dünya görüşü budur. Yəni, insanın dünyaya baxaraq, bütün bu dünyada olanları bir məna kimi dərk etməsi. Ay üzlü yarımla bir səslər. Deyir, onda bunlar məna tapır ki, yəni qəzəlin ən məncə pik nöqtəsi, zirvəsi buradır. Onda bunlar məna tapar ki, yəni axar çayda libasım, bədənim, maddiyyatım, mülk-i aləm, bütün yer, göy, səbəblər, hamısı onda məna tapar ki, ay üzlü yarımla bir səslər. Yəni səs səsə versə, mənim Allahıma gedən yolda, mənim mənəvi saflığıma gedən yolda mənə kömək edirlər. Mən bu dünyada faydalanıram, yaşayıram. Yoxsa məna verməz mənə, Mövlana deyir.